Vaginoplastika, vaginal bölgənin genişlənməsi zamanı, yəni uşaqlıq yolunun genişlənməsi zamanı aparılan bir əməliyyatdır. Nə zaman lazım olur? Ağır keçirilmiş doğuşlar zamanı, travmatik doğuşlar zamanı, hansı ki məcbur olaraq həkim vaginal bölgədə işləmə aparır. Vaginal bölgənin tamlığı pozulur. Çox döllü hamiləlikləri zamanı baş verə bilər. Böyük döllü hamiləliklər zamanı baş verə bilər. Bu hallar zamanı vaginal bölgənin, yəni uşaqlıq yolunun genişlənməsi baş verir. Xəstələr nə kimi şikayətlərlə müraciət edirlər? Hava qabarcıqlarının olmasını özləri də müşahidə edirlər. Yəni vaginal bölgədən daim hava qabarcıqlarının çıxmasını söyləyirlər. Bununla yanaşı xəstələrdə orqazm hissinin zəifləməsi, hətta olmaması kimi hallar müşahidə olunur. Çünki bu travmatik hal nəticəsində sinir uclarının pozulması baş verə bilir. Vaginoplastika ümumiyyətlə ön və arxa olaraq plastik əməliyyat aparılır. Müraciətləri əsasən söylərəm ki, ən çox arxa plastika lazım olacaq xəstələr daha çox müraciət edirlər. Əməliyyat 15-20 dəqiqə müddətində aparılır, tam qansız olaraq, ağrısız şəraitdə aparılır, spinal anesteziya vasitəsilə aparılır, yəni narkozsuz olaraq, ümumi narkoz altında əməliyyat icra olunmur. Az travmatik olaraq, yəni genişlənmə dərəcəsinə uyğun olaraq, yəni vaginanın uşaqlıq yolunun genişlənmə dərəcəsinə uyğun olaraq əməliyyat seçilir və aparılır. Xəstə bir gün sonra klinikadan evə yazılır və 15 gün müddətində müxtəlif şamlardan, mazlardan istifadə edərək tam sağalmaya qədər sonlanır xəstəlik. Müraciətim doğmuş qadınlaradır. Əgər siz bir daha uşaq dünyaya gətirmək istəmirsinizsə, elə bir arzunuz yoxdursa və dediyim əlamətlər, qaz buraxma halları vaginal yoldan və orqazm hissinin zəifləməsi, tamamilə itməsi halları varsa, artıq sizdə vaginoplastika əməliyyatı aparılmalıdır. Əməliyyat peşəkar cərrah tərəfindən aparılmalıdır. Çünki əməliyyat icrası zamanı arxa plastikada o qədər dəqiq, o qədər incə iş görülməlidir ki, altda yatan bağırsağın zədələnməsi an məsələsidir. Ona görə də xahiş edirəm ki, özünüzü peşəkar mütəxəssislərə etibar edin. Daim yenilənmiş məlumatlar sizi maraqlandırırsa, xəstəliklər, onların gedişi, klinikaları, ağırlıq dərəcələri, müalicələri, müayinələri ilə maraqlanmaq istəyirsinizsə, YouTube kanalına abunə ola bilərsiniz. Yeni videoları ilk izləmək üçün MedPlus TV kanalına abunə olmağı unutmayın.